Bizə belə bir bərabərsizlik veribdir, 2 qat bərabərsizlik. Deyir ki, 1 bölünsün x-in ən kiçik müsbət tam qiyməti ilə ən böyük mənfi tam qiymətinin fərqini tapın. Yaxşı, biz buradakı x-i 1 bölünsün x şəklində necə göstərə bilərik? Bərabərsizlikdə belə bir qayda var da, a kiçikdir b bərabərsizliyində məsələn, bunu 1 bölünsün a şəklində göstərsək, avtomatik burada bərabərsizliyin işarəsi də dəyişir, b də 1 bölünsün b şəklində olur. Yəni biz bu qaydanı yadımıza salarıqsa, gəlin indi buna tətbiq edək. 1 bölünsün mənfi 7-də 1 nə eləyəcək? Mənfi 7. İşarə dəyişəcək. Yenə 1 bölünsün x olacaq. Böyükdür işarə dəyişdi. 1-i də 4-də 1-ə böləndə 4 eləyir. Gəlin baxaq. 1 bölünsün x aralığına harada yerləşir? Baxın, mənfi 7-dən kiçik, 4-dən də böyük. İndi bu aralıqda ən kiçik müsbət tam qiymət nədir? 4-dən bir tık o tərəfə 5. Aha, ən böyük mənfi tam qiymət nədir? Mənfi 8. Bunların da fərqini istəyir. 5 çıxılsın mənfi 8 bərabərdir. 5 üstə gəlinsin 8. Cavab eləyəcək 13.